Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda çox dadlı, içlikli qurabiyələr hazırlanmışam və bunun hazırlanmasını sizinlə paylaşıram. Asan bir qurabiyə reseptidir. İndi keçək hazırlanma qaydasına. Bunun üçün əvvəlcə ərzaq qabına 1 stəkan manna əlavə edirəm. 1 çay qaşığı tam dolu olmayan silmə qaşıq quru maya. Üzərinə 150 ml isti su əlavə edib qarışdırıram. 4-5 dəqiqə qoyuram qalır. Manna suyu özünə çəkir, maya da aktivləşir. Manna artıq suyu özünə çəkib yumuşalıb. Qaba çay qaşığının 1/3 qədər duz əlavə edirəm. 2 dolu xörək qaşığı xama, xamanı qatıqla da əvəz eləmək olar. 1 çay qaşığı da qabartma tozu əlavə edib bunları biraz qarışdırıram. Ardından 4 dolu xörək qaşığı şəkər tozu əlavə edirəm. 1 ədəd yumurtanın ağın sarısından ayırmışam, ağın xəmirə qatıram. 1 paket şəkərli vanil, 50 qram da yumuşalmış kərə yağını əlavə edib qarışdırıram. Kərə yağını margarinlə də əvəz eləmək olar. Alınan qarışıma un əlavə edirəm. Unun hamısını birdən əlavə eləmirəm. Bir hissəsini əlavə edib əvvəlcə biraz qarışdırıram. Artıq çətin olduqda qalan unu da əlavə edib əlimlə xəmir yoğururam. Ələ yapışmayan yumuşaq bir xəmir olmalıdır. Xəmir üçün 3 stəkan un istifadə elədim. Stəkan ölçüsü 200 ml-dir. Unun çəkisi yumurtanın ölçüsünə, bir də markasına görə dəyişə bilər, az ya da çox ola bilər. Belə ələ yapışmayan bir xəmir alınır. Xəmirin üstünü örtüb bir yarım saat gözlədirəm. Hazır xəmiri un səpdiyim masanın üstünə yerləşdirirəm. Üzərinə də biraz un səpib bıçağla doğrayıram. Əvvəlcə uzun sov şəkildə hissələrə kəsirəm. Sonra kəsdiyim xəmir parçalarını xırda hissələrə ayırıram. Hamısını eyni qaydada doğrayıram. Doğradığım xəmir parçalarını əlimlə yuvarlayıb xırda kündələr hazırlayıram. Hazırlayandan sonra kündələri bir taxtanın üstünə düzürəm. Üstünü örtüb bir kənara qoyuram ki, üstü qurumasın. Qurabiyələr içliklidir. Bunun üçün bişmiş qatlaşmış süd götürmüşəm. Üzərinə 2 xörək qaşığı da doğranmış fındıq əlavə edib bunları da yaxşıca qarışdırıram. Fındığı qozla, badamla da əvəz eləmək olar. Hazır gündələrdən birini götürüb üzərinə az un səpib oxlovla uzun sov şəkildə biraz yayıb böyüdürəm. Elə əllə də unsuz da çox rahatlıqla açıb böyütmək olar. Hazırladığım içlikdən 1 çay qaşığı əlavə edirəm. Xəmirin kənarlarını bir-birinə gətirib yapışdırıram. Belə gördüyünüz kimi uzun sov şəkildə qurabiyələr hazırlayıram. Qurabiyəni istənilən şəkildə yumru, uzun sov şəkildə hazırlamaq olar. Mən uzun sov şəkildə hazırladım. Hamısını eyni qaydada biraz böyüdüb arasına içlik qoyub qurabiyələr hazırlayıram. Qurabiyəni fərqli içliklərlə də kəsmikli, şokoladlı içliklərlə də hazırlamaq olar. Qurabiyənin reseptini videomun açıqlama bölümündə qeyd etmişəm. Oradan da baxıb faydalana bilərsiniz. Hazırladığım qurabiyələri tutduğu qədər yağlı kağız sərdiyim formaya düzmüşəm. Ayırmış olduğum yumurta sarısına yarım çay qaşığı da bitki yağı əlavə eləmişəm. Qurabiyələrin üstünə çəkirəm hamısına. Sonda pişəndən sonra üzəri gözəl görünməsi üçün çəngəllə üstündə xətlər çəkib qurabiyələrin üstünə bəzək vururam. Öncədən qızdırdığım 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızaranacan bişirirəm. Qurabiyələrin hamısını bişirdim, artıq hazırdır. Çox yaxşı qızarıb, çox gözəl qurabiyələr alınıb. Hazırladığım xəmirdən 22 ədəd qurabiyə alındı. Kəsək görək içərisi necədir. Çox gözəl qurabiyələrdir. Çay süfrəsinə yaraşan bir şirniyyatdır. İstəyə görə üzərinə şəkər kirşanı da səpmək olar. Hazırlayanlara öncədən nuş olsun deyirəm.
Videomu izlediğiniz için size öz təşəkkürümü bildirirəm. Videomuzu beğenmeyi, dostlarınızla paylaşmağı, əgər abunə değilsinizsə abunə olmağı unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.